Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar size de söz vermiştik ki hündüşkaları satanda hündüşkalardan ne kadar kazanç elde ettik onu size çekip paylaşacağım inşallah. Hündüşkaları da artık satmışıq. Onun için istedim ki bugün bu videonu çekeyim. Yani hündüşkalardan ne kadar kazanç elde ettik, neçə hündüşka satdıq, onun hakkında etraflı məlumat vereyim sizlere. Burada gördüğünüz artık özümüze kalanlardır. Yani bunun biri pay gidecek, eşek kuşun biri özümüze kesmeyeydi. Birden de o ayağı şişidiyini o fərəni saxlamışım özüme kesmeye. Yani burada artık satdıq hündüşka qalmayıb da, qısacası hamısı bəs şeydi, özümüzün de. Ona göre artık bu videonu çekmeye vaxtıdır diye düşündüm. Demək dostlar, biz bu illəri 21 dənə hündüşka satdıq. Hündüşkalarım digər illərə nisbətən biraz zayıf çıxdı. Yəni mənim ağlıma gələn bizdə bu qədər az kiloda gələn hündüşka olmamışdı. Çünki mənim 4 kilo yarım, 5 kilo təmiz əti gələn erkək hündüşka olanda mən deyirdim ki, hündüşkalarım bu il zayıfdır. Amma bu illəri demək olar ki, hündüşkalarım 4 kilo ilə 5 kilo arası oldu çoxu. Yəni 5 kilodan artıq olan, 6 kilo olan 1-2 hündüşkam oldu. Yəni qalanları hamısı 4 kilo ilə 5 kilo arası təmiz ətindən söhbət gedir. Dil çəksi təbii ki 6 kilo var idi. 6 kilo, nə bilim 5 kilo 800 var idi, 5 kilo yarım var idi. Çoxu 5 kilo 800 ilə 6 kilo arası dəyişirdi. Amma təbii ki təmiz əti o qədər gəlmir də. Qaldı ki dişi hündüşkalarıma. Dişi hündüşkalardan da 3-4 ədədi, məsələn birini satdım 3 kilo yarım gələn oldu təmiz ətli. Təbii ki onun diri çəkisi 4 kilodan yuxarı idi. 3 kilo yarım təmiz əti gələn oldu, 3 kilo 300 gələn oldu, 3 kilo gələn bir çoxu oldu. Yəni belə də 2 kilo 800, 2 kilo 900 gələnlər oldu. Ondan aşağı olmadı. Ondan aşağı 1-2 dənə hündüşkam oldu. Yəni 2 kilo 600, 2 kilo 700 gələn 1-2 dənə hündüşkam oldu. Hündüşkalardan o 21 hündüşkadan uşaqlar 1250 manat pul qazandıq. Amma təbii ki mənim satdıq hündüşkam çox idi. Deyirsiniz ki, Ayxan az pul qazanmısan. Təbii ki sizə sonunda videonun sonlarına doğru, daha doğrusu söhbətimin sonlarına doğru bunlara nə qədər xərc çəkmişdik, nə qədər qazanc qaldı, onu da deyəcəyəm. Bizim təbii ki satdıq biraz daha çox quşumuz var idi. Prosta qonağımız gəldi, kəsdik, biraz artıq düşündüyümüzdən artıq kəsdik. Daha sonra 5 dənəsi hündüşkamızın pay vermişik. 4'ü gedib, biri qalıb hələ, o da gedəcək. Yəni 5 dənəsi hündüşkanın pay vermişdik ki, nəzərimizdə yox idi. Prosta belə bir şey vardı uşaqlar. Kənddə yaşayırsınızsa, həyətinizdə də hündüşka varsa, qohumdur, əqrəbədir, dost tanışdır, kim gəlsə deyir ki, məsəl üçün mənə pay ver, yaxud da ki, elə situasiya yaranır ki, pay vermək məcburiyyətində qalırsınız. Belədir ki, biz onsuz zaten hər il pay veririk. Yəni sevdiyimiz dostumuza, tanışımıza biz hər il olsun onsuz da pay veririk. Belə də qısacası uşaqlar, yəni hamının halal xoş olsun kimə vermişiksə, 5 dənə də hündüşka pay verməli olduq. Ona görə bu belə deyim qazancımız biraz aşağı düşəcək burada, bu heç. Amma dediyim kimi hündüşkalarım da mən istədiyim kilonu vermədi. Zaten əslində hündüşkalar istədiyim kilonu vermədi deyəndə elə bir növdə yaxşı oldu. Niyə görə yaxşı oldu uşaqlar? Çünki məndən kim hündüşka istəyirsə hamısı deyirdi ki, balaca olsun, balaca olsun. 2 kiloluq məndən erkək hündüşka istəyirdilər. Təbii ki, təmiz əti 2 kilo gələn məndə erkək hündüşka yox idi. Nəinki erkək, heç dişi hündüşka yox idi 2 kilo təmiz əti gələn. Ona görə biraz da yaxşı oldu. Çünki bu illəri hündüşka ağır getdi. İnsanları da qınamıram uşaqlar. Çünki qiymət bahadır, almağa gücləri çatmır. Başqası olmasın mən olum. Məsəl üçün mənim həyətimdə olmasa mən gedib bəlkə də hündüşka almayacaqdım bu illəri. Yəni, normal olaraq yəni insanları da çox da qınamıram. Demək dostlar, 21 hündüşkadan 1250 manat pul qazandıq. Onun da 850 manatı bunların xərcləri idi. Yəni düzdür, bu %100 bir şey deyil. Yəni dəqiq bunların yumurtadan çıxandan nə yedizdirmişəm hamısını yazmamışam, amma təxmini nə aldığım bəllidir. Yəni hündüşkə nə yem almışam, günlük hündüşkalarıma nə qədər yem vermişəm, onları bilirəm deyə hesabladım. Yəni hətta mən ortalama bir şey götürürəm də, yəni 3 aşağı 5 yuxarı nəsə dəyişiklik ola bilər. Amma 800-850 manat bunların yem, dərman, nə bilim o tip xərclərinə xərc çəkilmişdi. Buradan da demək təxmini bizə qalır 400 manat pul. Mən də sizlərə həmişə bu hündüşka sərfəlidirmi çəkəndə deyirdim ki, yəni 60-ın 40%-ə bir xeyir qalır. Təbii ki, mən sürüm balacadır. Məsəl üçün mən ondan kəsib yeyirəm. Əslində normalda məsəl üçün kəsib yeməsəm, satsam, məsəl üçün mənim 35 dənə, 34 dənə hündüşkam var idi. Hamısını satsam təbii ki, daha çox qazanc əldə edə bilərəm. Yəni çəkdiyim xərcə nisbətən daha çox qazanc əldə edə bilərəm. Amma mən kəsib yediklərimi saymıram, satdığımı sayıram.
satıram. 60-ın 40% deyirəm ki, bir təxmini belə bir qazanc olur. İndi bəzi illər görürsüz uşaqlar 50-50% qalır. Məsəl üçün hündüşka yaxşı qiymətə gedir. Nə bilim yem elə olur ki, bir də görsən ucuz düşür, ucuz alırsan, məsəl üçün taxılı buğdanı biraz daha sərfəli olur. Amma ortalama götürsün uşaqlar 50-50-yə, 60-ın 40%-ə hündüşkadan belə nəticə qalır. Bizdə də indi dediyim kimi 850 manat falan bunlara xərc çəkmişdik. 1250 manat qazancımız oldu. 400 manat buradan bizə təmiz pul qaldı desək yeri deyil. Amma dediyim kimi, yəni bundan 5 dənəsini pay vermişik, bir 8-9 dənəsini kəsib yemişik. Yəni onlar da say sonrasında onlar da götürsün satmağa. Təbii ki, buradan 2000-dən çox pul var idi. O hündüşkalar satsaydım. Orada 850 manatı götürəndə əslində onda 60-ın 40%-ə yox, məsələn 70-in 30% falan belə xərclə qazanc nisbəti olacaqdı da bir-birinə. Yenə dediyim kimi mən məmnunam bu şeydən. Çünki mən təxmini hesablayıram uşaqlar. Bizim illik, yəni toyuq-cüzəmizə yem xərcindən gedir. Ha söhbət buğda falan xərcindən gedir. Məsəl üçün keçən illəri mənim xərcim olmuşdu 1600 manat yoxsa 1700 manat? Hə, 1700 manat. 1700 manat mən toyuq-cüzənin yeminə, ümumi yeminə xərc çəkmişəm. Bunu da götürəndə uşaqlar elə mən demək olar ki, hündüşkalarımın 5 dənəsini də pay verməsəydim, mənim 1500 manat nağdı hündüşkadan qalırdı. Hələ pay verdim, kəsib yediklərimi saymıram ha. Sadəcə pay verdiklərimi verməsəydim 1550 manat, 1500 manat mənim hündüşkalardan qazancım olacaqdı. Bu da demək olar ki, elə mənim bütün toyuq-cüzəmə verdiyim yem xərclərini ödəyir. Geri qalan toyuqlarımın yumurtasıdır, kəsib yediklərimdir, satdığım cücədir, satdığım ördəkdir. Hamısı demək olar ki, mənə qalır. Ona görə məsəl üçün hündüşka saxlayırsınızsa, imkanınız varsa da biraz sayını çox saxlayın. Məsələn 20 dənə hündüşka saxlayıb götürdüyünüz qazancla 50 dənə hündüşka saxlayıb götürdüyünüz qazanc arasında fərq olacaq. Düzdür, hündüşkalar biraz çətindirlər. Həm xəstəliyi barədə, həm saxlamaq barədə biraz çətin heyvanlardılar. Amma yəni nə qədər məsəl üçün sayını çox saxlayırsınızsa bir o qədər çox qazanc əldə edəcəksiniz də. Amma bunu da fikirləşin ki, yəni say artdıqca da satış baxımından biraz çətinlik olur da. Yəni satmağı da fikirləşin. Məsələn bu il hündüşka ağır getdi. Mənim hündüşkam bu illərə ağır getdi. Düzdür, dişi hündüşkalarım artıq mən dekabrın əvvəli demək olar bitmişdi. Cəmi birdən 2 dənəmi dişi hündüşka qalmışdı. Amma erkək hündüşkalar bu illəri biraz mənim üçün çətin oldu. Dişi hündüşka belədir ki, uşaqlar burada restoranlarda, yəni bizim kəndin ətrafında olan restoranlar, rayonda olan restoranlar hamısı dişi hündüşka istəyirdi. Özdə kəsilib təmizlənmiş halda 19-20 manat arası dəyişirdi. Mən evdən 18 manata satırdım kəsilib təmizlənmiş halda. Amma restoranlar məndən kəsilib təmizlənmiş 19 manata da götürən vardı, 20 manata da istəyən var idi. Amma təəssüf ki, məndə dişi hündüşka yox idi, erkək hündüşka idi. Erkək hündüşkanı da biraz restoranlar çətin götürürlər uşaqlar. Çünki yağı biraz az olur deyə onlar üçün o sərf eləmir. Yəni dediyim kimi hündüşkalarımızdan da qazandığımız qazanc budur. Yenə əvvəlki videolarımda çəkdiyim kimi 60-ın 40% demək olar ki, burada xeyir qalır. Dediyim kimi biraz hündüşkalarımızın da çəkisi az oldu dostlar. Yəni növbət keçmiş illərə nisbətən daha az oldu. Çünki dediyim kimi mən 5 kiloluq hündüşkam gələndə, məsələn təmiz əti 4 kilo yarım verən hündüşkam gələndə mən deyirdim ki, hündüşkam zəifdir. Amma bu illəri hündüşkalarımın çoxunun kilosu elə gəldi. Yəni bu da deməkdir ki, digər illərə nisbətən biraz da zəif oldu. Onun da səbəbi odur ki, mən özüm Bakıda idim, bir 7 ay falan Bakıda yaşadım. Yəni bu hündüşkaların balaca vaxtında burada olmadım da, sonradan gəldim. İndi anamı da başa düşmək olar, həm ev işləri, həm digər işlər, plus da çox hündüşka, çox ördək, çox toyuq-cücə biraz çatdıra bilməyib. Yəqin ki, yaxşı baxılmamışdı. Biraz mən gələndə hündüşkalarımız zəif idi. O da hündüşkanın da təməlindən uşaqlar biraz zəif oldusa, sonradan düzəltmək çox çətin hala gəlir. Burada da onu da deyim ki, sizə hansı fərəni saxladıq, o fərəni saxladıq uşaqlar özümüzə. Ona baxmayın, tutmuşam quyruğu yolunub deyə biraz pis görünür. Yəni çəkilərini çəkəndə tutmuşam quyruğu yolunub deyə biraz görüntüsü pisdir. Onu saxladım özümüzə. Bu illərdə müşahidə elədiyim nə oldu uşaqlar? Mənim qara hündüşkalarıma nisbətən o rəng hündüşkalar var. Ha, məsələn Amerikan bronz rəngi deyim, siz hamınız onda başa düşəsiniz. Çünki Amerikan bronzu hamınız bilirsiniz. O hündüşkalarımın çəkisi qara hündüşkalarıma nisbətən çox oldu. Yəni ondan o rəngdə erkək də var idi, o rəngdə dişi də var idi. Hamısının çəkisi qara hündüşkalara nisbətən daha çox oldu. Təbii ki, qara hündüşkalarımdan da onlar qədər çəki verən var idi. Amma məsəl üçün o rəngdə bütün hündüşkaların hamısının çəkisi yüksək oldu. Amma qara hündüşkalardan məsəl üçün tək də biri o çəkilərdə oldu da. Ona görə
Onu saxlayacağam. Məsələn, qara hündüşkalardan 4 dənə dişim yüksək çəkidi idi. Məsəl üçün o rəngi olan hündüşkalarım çəkidi idi. Məsəl üçün 2-3-4 dənə də erkək hündüşkam o çəkilərdə idi. Qalanları amma o rəngin erkəkləri də, dişiləri də biraz çəkiləri bunlara nisbətən artıq idi. Mən də o damazlıq birini saxlayacaqdım, onu saxladım. İndi deyərsiniz ki, Ayxan burada ki ana quşun çox oldu. O ana quşun uşaqlar ortadan çıxacaq. Onu heç sevmirəm, cırdı. O ana quş ortadan çıxacaq. Geridə qalır. Orada bir dənə də ağ quşum var, bilirsiniz. Onu da göstərərəm indi. Ortada qalır burada məsəl üçün bu ana quş o, bir də o ana quş. İndi görək də 5 dənə ana quş olur. Mən yenə 4 ana quş saxlamaq istəyirəm, amma indi bilmirəm. Onu da növbəti videolarda sizlərlə qərarlaşdırarıq ki, hansı quş ortadan çıxsın, 4 dənə saxlayaq. Bunu fikirləşirəm. Gedək oradakı hündüşkanı da göstərim sizlərə. Sonra sağ olaşarıq inşallah. Bunlar da bizim balaca hündüşkalarımızdır. Deyirsiniz ki, bunların Ayxan quyruqları niyə yolmusan? Uşaqlar quyruqları qutuda qalanda bir-birinin quyruqlarını batırırdılar da, üstünə batırıb eləyirdilər. Quyruqları hündüşkanın uzun olur axı. Ona görə quyruqlarını yoldum ki, hamısı batmışdı quyruqların nəzsə. Hava da soyuq olanda bunları buraxmıram. Ona görə biraz olmuşdu. Bu da digər ana hündüşkamızdır. Bunu da saxlama səbəbim nədir uşaqlar? Bunun balalarının hamısı yüksək çəkidə olur. Biraz özü iri quşdur uşaqlar. Gedək onların yanında danışım ilə sizlərə. Biraz özü iri quşdur uşaqlar. Balalarının hamısı digər hündüşkaların balalarına nisbətən iri çəkisi olur. Yumurta az yumurtlayır, amma yumurtaları da iri olur. Yumurtadan çıxan balalar da təbii ki ona görə iri olur. O nisbətə o hündüşkanı kəsmək istəmirəm, amma hələ ki qərar verməmişəm. Bunu növbəti videolarda sizlərlə bərabər qərar verərik inşallah. Belə dostlar, sağ olun, salamat qalın, kanalımıza abunə olub videonu sona qədər izləməyi unutmayın. Sizdən artıq dərəcədə xahiş edirəm, videoları sona qədər izləyib like və yorum mütləq şəkildə atın. Çünki sona qədər izləmədiyinizdə həmişə deyirəm, statistikası videonun aşağı düşür. Bu da mənim izləmələrimə birbaşa təsir eləyir. Əgər mənə kömək olmaq istəyirsiniz, dəstək olmaq istəyirsinizsə, çox xahiş edirəm videolarımı sona qədər izləyin. Sağ olun, salamat qalın uşaqlar.